Oyun hakkında fikirlər. Oyun çətin oyun oldu bizim üçün. Yəni Sabah komanda yəni ciddi rəqibimiz idi. Elə oldu ki, biz udmağa gəlmişdik bura 3 xallıq qazanmağa gəlmişdik, amma bir xaldı bizim üçün yəni uduzmaqdansa bir xal səfərdən bir xalla qayıtmaq yaxşıdır. Əsas məqsədimiz yəni 3 xal idi bu oyunda. Bir xalda yəni şükür ki bir xalda. Pis oynamadıq. Vuruşduq, çalışdıq. İmkan vermədik ki, yəni yavnu momentlər vermədik onlara. Yəni udsaydıq lap razı olardıq, belə heç də normaldır. Yəni pis deyildi oyunumuz. Bu bərabərlikdən sonra 3-cü sıraya düşdü. Zirə sizə qabaqladı. Bu haqda nə fikirlərsiniz? Yenidən ala bilərsiniz. Kubokda da siz Zirəyə qalib gəlmişsiniz. Kubokda da çempionat başqadır, kubok başqadır. İndi kubokda polfinalda yox, özdə rəqibimiz Qarabağdır. Yəni hər bir halda bu kubok oyunudur. 2 oyundan asılı oyun mərhələdir. İnşallah onları keçmək istəyirik. Biz finala çıxmaq istəyirik. Çempionata gəlincə yəni axıra kimi vuruşacağıq. Hələ qabaqda çox turlarımız var. Axıra kimi vuruşacağıq ki, yəni öz məqsədimizə çataq. Kanadamızda gördüyünüz nə problemlər var idi? Problem deməyək, nə səhvləriniz oldu bu oyunda? Gələ bir imkan verməyiniz. Rəqib komanda da yəni belə yəni sizə deyim zəif komanda deyildi. Yəni onlar da çalışır ki, yəni nəsə eləsinlər. Yəni belə yalnız səhvlərimiz olmadı. Futbol oyun momentlərindən vurdular onlar qolları. Yəni belə nə deyim, nə səhv deyim ki sizə. Belə səhv olmadı. İqravoy momentlər idi. Növbəti oyunda Qarabağla qarşılaşdınız. Sonunda məğlub olmuşsunuz. Siz də revanşını alıb gələ bilərsiniz. İndi hal-hazırda çətin qrafikdəyik. 4 gün qabaq Zirə ilə polfinal oyunu oynamışdıq. O güc sərfləmişik. İndi 4 gün sonra yenə də Qarabağla oyunumuz var. Nəyə çalışacağıq? Yəni o oyundan maksimum nəticə ilə ayrılaq. Çətin oyun olacaq. Yəni rahat oyun yoxdur bundan sonra. Yəni qışdan sonra rahat oyun yoxdur. Bütün komandalar vuruşur, xal qazanmaq istəyir. Yəni biz də onlar kimi yəni öz məqsədimizə çatmaq istəyirik.